Gününüz aydın olsun millət. Qurban bayramınız mübarək. Kəsilən qurbanlarınız, dualarınız qəbul olsun inşallah. Bayramınız mübarək olsun. Aynen. Kurban bayramı demişken sen bir kurban paylaşsaydın. Payladın. Payladım, hamısını payladım. Kasıplarınıza da payladın. Hamısını payladım. Nəyə kasıblara? Kasıblara Yox qardaş, kasıb nədir? Mən onları bir-bir ayırdım qardaş. Kimə pay düşəcək? Layiqli insanlara verdim. Apardım məsəl üçün müəllim var polis dairəsində. İlqar müəllim apardım, ona verdim yaxşı yerindən, apardım verdim ora. Sonra İlyas müəllim var, məsəl üçün notariusda işləyir. Apardım ona, işim keçən adamdır, başa düşürsən bunları, yəni desən cavansan bilmirsən. İşim keçən adamlardır, apardım ona verdim. Sonra Qəzənfər həkim var, ondan da işim keçir, apardım ona verdim. Pasport stolu apardım verdim. Asan xidmətlərində adlarını bir-bir çəkmirəm, apardım onları verdim. Müəllim samballı adamlardır, mənim ona ehtiyacım. Onlar mənim qurban ətimə ehtiyacı olmadığına baxma, mənim onlara ehtiyacım var. Kasıblara niyə verməliyəm? Kasıb nə vaxt mənim yanımda olub? Kasıba niyə verməliyəm? Mənim dar günümdə bu insanlar yanımda olub. Və məsəl üçün gəldim bayram, səhər tezdən gəlirəm ki, aparım bayram payları verim, əlimdə də ət aparım. Qonşu çıxdı qalama, dilxordur, deyirəm bayram var, deyir, ay qonşu, nə bayramı? Gedirəm görüm kimdən nisyə produkt alıb. Fikirləşdim ki, buna bax, indi bu bəlkə də gözləyir mən buna əti verim qurban bayramı. Yox, hara verirəm. O geçsin, işləsin, dolansın, mənim nə varsa dadıma çatacaq. Mən dadıma çatan bu müəllimlərdir. Qardaş, apardım hamısını da o müəllimlərə verdim. Birinci gün bəlkə də ehtiyacları yoxdur onun, amma ən azından dedim ki, bunu götürərsən, yəni mən öz hörmətimdən çıxım da, yəni ki, belə. Əsas müəllimlərdir, qardaş. Hələ biri zibil eşəliyirdi. Deyirəm, qardaş, nə axtarırsan orada? Deyir, çörək axtarıram. Ona verdim, mən o qədər ağılsızam, bəyəm aparım ona verim. Ona araşdırdım ki, hardan gəlsən, deyir, məsəl üçün şeydə filan yerdə, JEK-də işləyirəm. Aha, fikirləşdim, JEK-də filan kəs müəllim var. Həmin o əti apardım, o filan kəs müəllimə verdim. O əti onsuz o kasıba versəm, həmin gün onun qarnı doydu. Nə olası ki, Allah da acıq gedir axı. Ki, mənim dar günümdə bu müəllimlər də adıma çatır da. Yəni kasıbın mənə nə köməyi var, qardaş? Hər şeyi proqramlaşdırmış qurmaq lazımdır ki, sənin sərişin o müəllimlərdən keçir. Yəni kasıbı deyirəm. Zamanı adamıyam, qardaş. Zamanı bunu tələb edir. İllərdir bu qurban bayramında ancaq müəllimlər yad olunur da. Yəni ki, müəllimlər də borcumuzdur bu müəllimləri yad eləmək. İstər məmur olsun, istər həkim olsun, bizim borcumuzdur. Kasıb ölsün də, neyinirik? Kasıb qırılsın, nəyimizə lazımdır? Əsas o ki, qurban keçəndə o müəllimlərin üzünü güldürək. Başa düşsən, xaladenikində o müəllimin 5 kilo əti varsa, qoy olsun 7 kilo. Kasıbın 1 kilo ətlə onun nəyəsə artır, yox. Acılığa dözübsə, qoy dözməlidir. Yəni, kasıbı neyinirik? Əsas odur ki, Allah mənim niyyətimi qəbul elədi, qardaş. Mən, yəni, ona görə də, qardaş, kasıbı unut geçsin. Əsas varlılar. Bəli, işim düşər, yox, işim keçən adamlardan. Yəni, müəllim adı böyük, uca zirvədir, yəni ki, Allah onları qorusun. Var olsun Azərbaycan xalqı və təbii ki, bunlar bir zarafatdır. Zarafat yox, acı reallıq tərs cəmaat. Yəni, bugünkü gün qurbanlar bu cür paylanılır. Bu cür paylanılır, təbii ki, hamıya şamil eləmirəm. Bugünkü gün ölkəmizdə yaltaq bir nəsil böyüyür, hansı ki, o insanlar qurban bayramında ancaq həmən o müəllim dediyi şəxslər, onlar da insandır, onlar da Azərbaycandır, amma onlardan vacib olan, bizim ehtiyacı olan insanlardır, hansı ki, qurban bayramında biz onları yad eləməliyik. Fərqi yoxdur. 1 kilo ət, bir makaron vermişik və yaxud da nəsə, əsas onları düşünməliyik ki, onların bu bayram sevincini yaşamalıdır. Evində balası o bayram sevincini yaşamalıdır. Allah xalqımızı qorusun. Varlı kəsi fərq eləmir. Ürəyində Allah sevgisi olan hər bir kəsi qorusun. Hər bir kəsində bayramı mübarək, o dediyim insanların. Allah ölkəmizdə gözəl bir ruzu bərəkət yetirsin, hamının evində qazanlar qaynasın, bütün kasıbları Allah dadına çatsın inşallah. Bayramımız mübarək, Azərbaycan xalqı.